Отец наш Небесный, Господь, мы очень благодарны Тебе за все то, что Ты нам подарил в 2025 году. Səmavi atamız Rəbbimiz, biz sənə 2025-ci ildə bizə hədiyyə etdiyin, ehsan etdiyin hər bir nemətə, xeyir-duaya görə minnətdarıq. Когда мы проходили через трудности, Ты был с нами. Çətinliklərimizdən keçərkən sən bizim yanımızda oldun. Когда мы были больны, Господь, Ты изменял ложе в болезни наши. Xəstəliklərimizdə sən bizim xəstə ikən yatağımızı dəyişirdin. И мы ожидаем от Тебя благости в 2026. Və 2026-cı ildə biz sənin xeyirxahlığını Потому что Ты gözləyirik. благий, Господь. Çünki sən xeyirxalq Tanrısan. Просим Тебя, благослови сейчас это собрание, это время вместе, когда мы, Господь, будем читать из Слова Божьего и думать о Слове Божьем. Səndən xahiş edirik bu toplantıya, bu vaxtımıza, sənin sözünü oxuduğumuz vaxt, sözün üzərində mütaliə etdiyimiz vaxtımıza xeyir-dua verəsən. Благослови наши сердца и наши уши, Господь, и также наше волеизъявление. Мы хотим принимать решения. Ürəklərimizi və qulaqlarımızı xeyir-dualandırasan, eləcə də bizim iradəmizə toxunasan ki, biz mömin qərarlar çıxardaq. Освети это время для нас во имя Иисуса Христа. Və bu vaxtı təqdis et bizim üçün İsa Məsihin adı ilə dua edirik. Amin. Аминь. Amin. Итак, Римлянам 6 глава. Romalara məktub 6-cı fəsli açaq lütfən. Мы сегодня чуть больше, чем обычно, прочитаем из Писания. Bugün nisbətən müqəddəs yazıdan daha çox parça oxuyacağıq. И первый стих. Что же скажем, оставаться ли нам в грехе, чтобы умножилась благодать? Никак. Birinci bənddən başlayaraq. Bəs nə deyə bilərik? Günah işlətməyi davam etdirək ki, Allahın lütfü çoxalsın. Итак, эта глава, она написана с целью того, чтобы объяснить, почему мы не продолжаем нашу жизнь во грехе. Bu 6-cı fəslin yazılmasında məqsəd odur ki, bizə səbəbi açıqlasın ki, niyə görə biz artıq günahda yaşamamalıyıq. Знаете, это очень такой ожидаемый вопрос. Və bu çox gözlənilən sualdır На əslində. благодать. Lütfə dair На sual. самом деле, я не знаю, замечали ли вы или нет, в большинстве случаев, когда мы рассказываем кому-то Евангелие благодати, Əslində bilmirəm fikir vermisiniz yoxsa yox, amma çox hallarda insana Allahın lütfü haqqında в danışanda, особенности выходцам из других религий, xüsusilə də başqa dini mənsublara bu lütf haqqında danışanda, какой они задают вопрос? Первый вопрос. onların nəticədə birinci verdikləri sual nə Ну olur? что, сейчас мы можем грешить сколько Ага. угодно, если Бог умер за все наши грехи, если мы полностью оправданы, мы можем грешить теперь? Yəni sən bu sözlə indi nə demək istəyirsən ki, əgər Allah Taala bizim bütün günahlarımızı bağışlayıb bizə bəraət qazandırıbsa, indi biz rahatca günah işlədə bilərik? Я слышал этот вопрос сотни раз. Yüzlərlə dəfə bu sualı eşitmişəm. И я вам скажу, это очень резонный вопрос. Və deyə bilərəm ki, bu ağla batan bir sualdır. Они очень логически рассуждают, да, O я cür имею в виду. adamlar çox məntiqi olaraq düşünürlər bu cür fikirlər bizdən И eşidəndə. Павел пришел к тому же. Paul da bu elə bir nəticəyə Он gəlmişdi. задает тот же вопрос в Писании. İndi o da müqəddəs yazıda eyni sualı И это verir. требует дополнительного объяснения. Və bu sual əlavə izahı tələb edən sualdır. Что же, оставаться нам во грехе? Yəni yaxşı indi necə günahda davam edək, günahda qalaq Затем он говорит, мы умерли для греха. və sonra deyir ki, biz günah üçün ölmüşük. Как же нам жить в нем? Necə indi günahda yaşayaq? Но подожди, ты же говорил о благодати, о прощении, об оправдании. Ты же Вот. ничего не говорил о том, что мы умерли. Bir dəqiqə, sən axı bizə lütfdən danışırdın, bağışlama və bəraət qazanmağımızdan danışırdın. Demirdin ki, biz ölmüşük. На самом деле, это очень важно, чтобы мы не упустили из, во-первых, своего вероубеждения, во-вторых, из времени, когда мы благовествуем, чтобы мы не упустили смерть. Əslində çox vacibdir ki, biz o ölüm fikrini əldən buraxmayaq, nəzərdən qaçırmayaq, öz imanımızda yaşadıqca və imanımızı başqası ilə bölüşdükdə. Неужели не знаете, что все мы, крестившиеся во Христа Иисуса, в смерть Его крестились? Üçüncü bənd. Deyir ki, məyər bilmirsiniz ki, biz hamımız Məsih İsa ilə birləşmək üçün vəftiz olunarkən həmin vəftizlə onun ölümü ilə birləşdik. Нет, вообще-то не знали. O əslində bilmirdik. Что это значит? Yəni bu nə deməkdir? Что означает
крестившиеся во Христа Иисуса в смерть Его крестились. Ki İsa Məsihə vəftiz olunarkən onun ölümü ilə birləşdik və onun ölümü ilə vəftiz olduq. Итак, мы погреблись с Ним крещением в смерть, дабы как Христос воскрес из мертвых славою Отца, так и нам ходить в обновленной жизни. 4-cü bənd. Deməli, vəftiz olunub onun ölümü ilə birləşməklə biz də onunla birgə dəfn olunduq. Belə ki, Atanın izzəti ilə Məsih ölülər arasından dirildiyi kimi biz də həmin cür yeni həyat sürək. Я бы хотел, чтобы сегодня мы немного с вами подумали о том, что такое крещение в смерть. İstədim bugün sizinlə birlikdə biraz düşünək ki, İsa Məsihin ölümünə vəftiz olunmağımız nə deməkdir? Думали ли вы об этом? Fikirləşmisiniz heç bu barədə? Или думали ли мы об этом достаточно? Və ya yetərincə qədər biz bu barədə düşünürükmü? Что такое крещение в смерть? Ki, ölümə vəftiz olunmaq nə deməkdir? А точнее, крещение в смерть Иисуса Христа. Daha doğrusu, İsa Məsihin ölümünə vəftiz olmaq. 3 стих. 3-cü bənd. Неужели не знаете, что все мы, крестившиеся во Христа Иисуса, в смерть Его крестились? Məyər bilmirsiniz ki, biz hamımız Məsih İsa ilə birləşmək üçün vəftiz olunarkən həmin vəftizlə onun ölümü ilə birləşdik. Очень интересно, что это вопрос. Çox maraqlıdır ki, bu sual şəklində verilir bizə. Потому что обычно мы знаем, что мы делаем, правда? Çünki adətən nə etdiyimizi biz bilirik. То, что мы делаем, мы знаем. Yəni etdiyimizi bilirik. Но то, что с нами сделал Бог Amma Tanrının bizim üçün etdiyi, bizə etdiyi iş, во время нашего рождения свыше, biz göylərdən doğulan anımızda bizim üçün, bizə etdiyi во iş, время того, как мы спаслись, biz xilas olan anımızda, то, что Он сделал с нами, Tanrının bizimlə etdiyi iş, нам нужно это изучать. biz bunu öyrənməliyik, tədqiq etməliyik. Некоторые из этих вещей мы не знаем. Bəzi bu şeyləri biz Мы bilmirik. находим в Писании. Amma müqəddəs yazıda onları aşkar Еще edilir. и это произошло со мной. Sən demə mənimlə o Когда я an bu принял da baş Христа, еще и verdi. это произошло Mən со Məsihi мной. qəbul edəndə mənimlə bu hadisədə deməli baş vermiş olub. Слово «крещение» означает полное погружение. Vəftiz sözünün mənası tam şəkildə batırılma deməkdir. И здесь Павел говорит, когда вы погрузились в Иисуса Христа. Və burada deyilir ki, siz bütövlüklə İsa Məsihə batırılarkən Когда это произошло? Когда мы погрузились в Иисуса və Христа? bu nə vaxt baş verdi ki, biz bütövlüklə İsa Məsihə batırıldıq? Мы не сами себя погрузили в Иисуса Biz Христа, мы не özümüz özümüzü смогли бы. batırmadıq İsa Məsihə. Biz bacarmazdıq özümüzü batıraq ora. Бог Ona. погрузил нас в Иисуса Amma Христа. Tanrı bizi onun içinə В yerləşdirdi. момент моего спасения Mənim xilas olan Бог anımda погрузил меня в Иисуса Христа. Tanrı məni İsa Məsihin içinə И yerləşdirdi. я стал во Христе. Və mən də özümü Məsihdə aşkar etdim. Бог соединил меня со Христом. Tanrı məni Məsihlə birləşdirdi. И это означает, Mənası da budur. что Он также соединил меня с Его крестом. Ki bununla yanaşı Tanrı məni Məsihin çarmıxı ilə birləşdirdi. Пятый стих говорит, «Ибо если мы соединены с Ним подобием смерти Его». 5-ci bənddə deyilir ki, əgər biz onunla, onun ölümünün bənzəyişində birləşdirildiksə, 8 стих говорит, «Если же мы умерли со Христом». 8-ci bənd deyir ki, əgər biz Məsihlə ölmüşüksə, Послание к Колоссянам говорит, «Ибо вы умерли». Koloslara məktubda deyilir ki, çünki siz ölmüsünüz Məsihlə. Оно отвечает, здесь написано «если». 8-ci bənd Romalılara deyir ki, əgər ölmüsünüzsə, Послание к Колоссянам 3 глава говорит, «Ибо вы умерли, Kolosyalara 3-cü fəslə deyir ki, siz ölmüsünüz и жизнь ваша сокрыта со Христом в Боге». və həyatınız İsa Məsihlə birgə Allahda gizlədilib indi. Когда я принимаю Иисуса Христа, Mən İsa Məsihi qəbul edəndə, Бог соединяет меня Tanrı məni birləşdirir. с Иисусом Христом полностью. İsa Məsihlə bütövlüklə məni birləşdirir. И также с Его смертью, Eləcə də onun ölümü ilə məni и также birləşdirir. с Его крестом. Eləcə də Məsihin çarmıxı ilə məni Я birləşdirir. также погружаюсь в Его смерть. Mən eləcə də İsa Məsihin ölümünə batırılıram, ya daxil edilirəm. Знаете, что это означает? Mənasını bilirsiniz?
а, мы возьмем сегодня одного воображаемого героя. Gəlin bu gün ağlımızda bir qəhrəmanı canlandıraq Здесь ağlımızda. есть много грешников среди нас, Aramızda çoxlu günahkar var. но мы не хотим использовать живые примеры. Amma biz diri nümunələrdən istifadə etmək istəmirik. У нас будет воображаемый Gəlin грешник. təsəvvür edək birini. Я даже побоялся сам стать примером. Hətta özümü nümunə kimi göstərməkdən Итак, ehtiyat вот, etdim. вот у нас есть наш, как мы назовем? Təsəvvür edək bir qəhrəmanı ki, bax burada durub, Мистер Икс. yəni Mr. X adını qoyaq. Значит, вот человек, Yəni bir adamdır, грешник, günahlı bir insan и он tворит ужасные вещи. və dəhşətli işlər görür. Он не уважает взрослых людей. Böyük adamlara hörmət etmir, Он ругается матом. söyüşlər söyür, Он очень проблемный во взаимоотношениях, очень колкий. qarşılıqlı münasibətlərdə çox pis rəftar edir, insanlara sataşır, incidir. Он очень высокомерный. Çox təkəbbürlü adamdır. Он обманывает людей. Adamlara yalan danışır, Он берет aldadır. в долг и не возвращает. Cəmaatdan borca pul götürüb qaytarmır. Я правильно сделал, что не выбрал кого-то из вас. Və yaxşı etdim ki, heç birinizi nümunə kimi burada çıxarmadım. И он так живет свою жизнь. Və bu adam bu cür həyatını yaşayır. И затем он узнает о Христе. Sonra İsa Məsih haqqında adam eşidir. Он слышит Евангелие. Müjdəni eşidir. И он слышит о том, что все, как он жил, это было грехом. Eşidir ki, bütün bundan qabaq yaşadığı həyat tərzində günah var idi. И для него две проблемы. Və bu adam üçün iki problem var. Первая проблема. Birincisi, У него огромный багаж чувства вины. bu adamın çoxlu təqsir hissləri var. Но вторая Gördüğü işlere проблема, которая может быть даже еще серьезнее. Amma ikinci problem hansı ki birincisindən daha ciddi ola bilər. Как мне перестать жить так, как я жил? Bu problem odur ki, mən köhnə həyat tərzimdən necə canımı qurtara bilərəm Как мне ki, перестать делать это? Как мне выйти из fərqli этого? yaşayım, əvvəlki qələtləri artıq etməyim. Bundan necə çıxa bilərəm mən? И вот он слышит Евангелие. Və budur, bu adam müjdəni eşidir И он признается Богу. Он говорит, да, это все были грехи. və boynuna alır Tanrı qarşısında ki, bütün etdiyi o işlər günah olub. Что происходит? Nə baş verir o anda? Бог соединяет его Tanrı onu birləşdirir. со Христом. Məsihlə onu birləşdirir. Это значит, все те грехи, которые заслуживают смерти, Bu o deməkdir ki, ölümə layiq olan bütün o günahları ki, o əvvəllər etmişdi, а между прочим, грехи заслуживают смерти, yeri gəlmişkən hər bir günahın da deməli, əvəzi ölümdür. и Бог говорит ему, Tanrı bu adama indi deyir. это не просто Христос умер, Sadəcə Məsih öldü fikri ilə məsələ bitmir. но это также ты сораспялся Христу. Çünki indi sən də iman etməklə Məsihlə bərabər çarmıxa çəkildin. Вот что такое крещение в смерть Христову. Ты İsa Məsih'in- сораспялся Христу. İsa Məsihin ölümünə vəftiz olunmağın da mənası budur. Это glубже. Ki sən Məsihlə bərabər çarmıxa Не çəkildin. просто Bu daha Христос dərindir. умер за твои грехи, а ты здесь. Bu elə deyil ki, sadəcə Məsih bax orada öldü, sən isə bax burdasan. И это бы решило первую проблему. Çünki belə olsaydı birinci problemimin həllini Проблему моей tapardı. совести. Да? Yəni mənim vicdanımın Он problemi меня простил, həllini Бог tapardı. меня простил, потому что Христос умер за мои Ki, грехи. təqsirlərimin həlli var, çünki İsa Məsih mənim günahlarıma görə öldü, Но это mən еще не полное Евангелие. təmizləndim. Amma bu tam müjdə deyil hələ. Христос умер за мои грехи. Bəli, Məsih mənim Мои günahlarıma грехи görə прощены. öldü, günahlarım И bağışlandı. также Amma eləcə də я сораспялся Христу. indi mən də Məsihlə bərabər çarmıxa çəkildim. Я сораспят. Yəni mən bərabər onunla çarmıxa çəkilmişəm. Также Həmçinin я умер. mən ölmüşəm. Вот я сделал столько всего. Məsihlə bərabər. Bax bu qədər qələt И etmişdim мне нужно было, я должен был умереть за это. və bütün bunlara görə mən ölməli idim. Ya Cəzam понимаю это. ölüm idi. Və başa düşürəm bunu. Но чтобы не убивать меня, Amma məni öldürməmək üçün
Бог соединил меня со Христом Tanrı məni Məsihlə birləşdirdi и крестил меня в Его смерть. və məni Məsihin ölümünə vəftiz etdi. Я никогда не буду крещен в свою смерть. Mən heç vaxt öz ölümümə vəftiz Я olmayacağam. никогда не погружусь в свою смерть. Heç vaxt öz Я ölümümə batırılmayacağam. освобожден от этого. Я освобожден от погружения в свою Mən öz смерть. ölümümə batırılmaqdan qurtulmuşam, azad olmuşam Я пройду через смерть. və mən ölüm üzərindən keçirəm indi. В будущем я пройду Yəni через нее. gələcəkdə məni gözləyən ölümdən keçmiş olacağam. Но я не погружусь в смерть. Я Amma не o буду ölümün крещен в нее. içinə batırılmayacağam, o ölümün içində qalmayacağam. Потому что я крещен в смерть Христа. Çünki mən Məsihin ölümünə vəftiz olunmuşam. Я сораспялся Христу. Mən Məsihlə bərabər çarmıxa çəkilmişəm. Насколько это важно мне понимать? И почему мне важно это Və понимать? bunu başa düşməyimin nə qədər əhəmiyyəti var və nəyə görə mənim üçün bu vacibdir başa düşün. Потому что 11 стих. Çünki burada 11-ci bənd deyir: Так и вы почитайте себя мертвыми для греха. Beləcə siz də özünüzü deməli Məsih İsa'da olaraq günaha münasibətdə ölü sayın. Если не этот стих, Əgər bu bəndə если olmasaydı, бы не эта глава, əgər bu fəsil если бы olmasaydı, не это разъяснение, bu izah olmasaydı, вопрос с прощением ясный, onda bağışlama məsələsi aydındır. но вопрос с тем, как мне продолжать. Amma indi bundan sonra mən necə həyat sürməkdə davam Даже etməyim если я не məsələsi. хочу грешить, даже Это- если я не на том уровне, где я говорю, ну все, мы можем делать что угодно. Нет, я хочу не грешить. Əgər günah işlətmək istəmirəmsə və ya həyatımda elə bir səviyyə çatmışam ki, nə istəsəm onu elə bilərəm, məsələ bu ilə bitmir. Çünki mən günah işlətmək istəmirəm. Но как мне это делать? Amma indi necə edim ki, günah işlətməyim? Где этот выход? Через что мне выйти из этого Bu греха? çıxış hardadır ki, mən bu günah işlətməkdən camı qurtarım və bir Когда daha я в eləməyim? этом, когда я здесь, когда я погряз, Nə vaxt ki, mən burada aşağıda yer üzündəyəm və bunun içindəyəm, yəni zibilin içindəyəm. когда я благовествую человеку, который не видит света в конце туннеля, я имею в виду, он просто застрял где-то. Adama müjdəni paylaşıram və o tunelin o biri tərəfində elə işığı görmür. Hansısa bir vəziyyətində ilişib qalıb adam. Знаете, крещение в смерть Христа может быть удивительной частью Евангелия для него. Вы bilirsiniz, Это может быть самая радостная часть для него. Bu adam üçün o müjdəni eşidərkən İsa Məsihin ölümünə vəftiz olunmaq fikri onu çox azad edə biləcək, onun üçün sevinç gətirəcək bir fikir ola Есть bilər. выход. Yəni çıxış var sənin üçün. Это может закончиться, ты можешь выйти. Bu zibil bitə bilər, sən çıxa bilərsən bundan. Есть победа над грехом. Və günah üzərində qələbə var. Видишь эту жизнь? Görürsən bax bu həyatı. Видишь вот эту вещь, которую ты ненавидишь в своей жизни? Həyatında nifrət etdiyin o şeyi görürsən, Эту вещь, которую ты хочешь бросить? o şeyi ki tərk etmək istəyirsən, azad olmaq istəyirsən ondan. Знаешь, где ключ? Və bunun açarın harda olduğunu bilirsən. Крещение в смерти. İsa Məsihin ölümünə vəftizdədir açar. И он уже крестил тебя. Və Tanrı artıq səni vəftiz edib. Он уже крестил тебя в свою смерть. Artıq öz ölümünə səni vəftiz edib. Когда ты принял Евангелие, Sən müjdəni, xoş xəbəri qəbul он уже edəndə крестил тебя. Tanrı artıq səni vəftiz edib. Это не та духовная практика, где мы говорим, давайте погрузимся в смерть Христа. Bu elə bir ruhani təcrübə deyil bizim üçün ki, harda biz deyirik, gəlin İsa Məsihin ölümünə özümüzü batıraq. Христос уже сделал это 2000 лет назад. İsa Məsih artıq bu işi 2000 il bundan qabaq edib. Что я делаю? Və mən indi burada olarkən nə edirəm? 11 стих. 11-ci bənd bunu göstərir. Я осознаю это. Ki mən İsa Məsihin gördüyü Я işi почитаю dərk себя edirəm. мертвым. Я почитаю себя таким, какой это и Və есть. özümü indi ölü sayıram və bunu necə olduğu kimi qəbul edirəm. Я осознаю это. Я словно навещаю свою могилу. Bunu dərk edirəm və bir növ gəlib öz məzarıma baş çəkmiş oluram. Иногда мне нужно это. Bəzən mənə Как lazımdır ora верующему человеку, getmək. иногда мне нужно Bir это. imanlı insan Пойти и kimi вернуться к тому кресту, gedib həmin o çarmıq yerinə baş çəkim. где распят Христос, O çarmıq hardakı Məsih çarmıxa и çəkilir где я сораспялся və Христу.
когда я не могу его oставить. və o günahdan canımı qurtara bilməyəndə, Это благая весть для меня. mənim üçün bu xoş xəbər kimi səslənir Я сораспялся Христу. ki, mən Məsihlə Я bərabər хочу çarmıxa навестить это çəkilmişəm. место, я хочу навестить Mən этот gedib крест, o məzara, o çarmıx yerinə baş çəkmək где я istəyirəm был сораспят. ki, görüm ki, mən orada çarmıxa çəkilmişəm artıq. Только после этого Yalnız bundan sonra мы прочитаем 4 стих, и затем мы прочитаем опять 11. biz 4-cü bəndi oxuyub sonra 11-ə qayıdacağıq. Итак, мы погребли с Ним крещением в смерть, дабы, как Христос воскрес из мертвых славой Отца, так и нам ходить в обновленной жизни. Beləliklə biz Məsihlə bərabər deməli onun ölümünə vəftiz olunduq ki, Məsih ölülərdən dirildiyi kimi atanın izzəti üçün biz də gəzək yenilənmiş həyatda. 11 стих. 11-ci bənd. Так и вы почитаете себя мертвыми для греха, живыми же для Бога во Христе Иисусе, Господе нашим. Beləliklə siz də özünüzü günah işlətmək üçün ölü sayın, amma Tanrı üçün İsa Məsihdə yaşamağınız üçün, Rəbbimizlə yaşamağımız üçün diri sayın özünüzü. 4 стих говорит об обновленной жизни. 4-cü bənd yenilənmiş həyatdan danışır. Обновленная жизнь. Yenilənmiş həyat. Откуда она берется? Bu həyat hardan gəlir? Она обязательно проходит через погребение с Ним. Bu həyat mütləq İsa Məsihlə bərabər dəfn olunmağımız vasitəsilə gəlir. Через почитание себя мертвым. Özümüzü ölü saymağımız vasitəsilə gəlir. Обновленная жизнь обязательно проходит через это. Yenilənmiş həyat mütləq bu şeylərdən keçməlidir. Почитайте себя мертвым для греха. Özünüzü günah işlətmək üçün ölü sayın. И также почитайте себя живым для Бога. Həmçinin özünüzü Allah qarşısında yaşamaq üçün diri sayın. Есть так много слабостей в жизнях людей, İnsan həyatında çoxlu zəifliklər var. с которыми люди, возможно, боролись годами, O zəifliklər ki, insanlar illərlə mübarizə aparıb а затем просто смирились. və mübarizədən sonra da təslim olublar. Сказали, ну я такой просто. Deyiblər, əmələ gəlmir də bu cürəm. Есть так много грехов, Çoxlu günahlar var которые ставят подножки, ki, badalaq gəlir bizə, которые просто притыкают меня снова и снова, ki, bizi büdrədir dönə-dönə, которые останавливают меня от того, чтобы посвятить Богу жизнь полностью, o günahlar ki, mənə mane olur ki, mən həyatımı bütövlüklə Tanrıya həsr edim. которые останавливают меня от того, чтобы быть более вовлеченным. Məni dayandırır ki, mən daha çox qoşulum həyata. И есть 6 глава послания к римлянам, Romalara məktubun 6-cı fəsli var. где говорится о том, что Христос уже сделал. Burada Məsihin artıq gördüyü iş haqqında danışır bizə Tanrı. Он уже крестил нас Tanrı artıq bizi vəftiz edib. в свою смерть. İsa Məsihin ölümünə. И Он говорит, почитайте себя таковыми, почитайте себя мертвыми. для Deyir, indi греха. özünüzü bax, ölü sayın. Есть выход и есть ключ. Çıxış var, açar var. 12 стих. «Итак, да не царствует грех в смертном вашем теле, 12-ci bənd. Ona görə də qoy sizin fani bədənlərinizdə ölüm hökmranlıq etməsin. чтобы вам повиноваться Ему в похотях Его». Ki siz ölümü, yəni bu bədənin etirazlarında tabe olmayasınız günaha. Когда есть грех, Günah olanda, когда есть грех, он он может быть незаметным, ola bilər ki, gözə görünməz olsun günah, но он не может остаться без эффекта. amma o təsirsiz qalmaya bilmir. Он может быть невидимым, Günah gözə görünməyə bilər, но он не может быть неэффективным. amma onun sonra izini görəcək, təsirini görəcək. Но я сораспят Христу. Amma mən Məsihlə bərabər çarmıxa çəkilmişəm. Бог сделал уже все, что должно было быть сделано. Tanrı baş verməli ediləsi hər bir işi edib. Я сораспят Христу. Mən Я çarmıxa был крещен çəkilmişəm. в Его смерти. Məsihlə bərabər onun
ölümünə vəftiz olunmuşam. О, насколько это глубоко, Nə qədər də dərindir насколько это освободительно. və azad edicidir. Бог, мне не нужно убивать себя внутри. Ay Allah, mən özümü daxilən öldürməməliyəm. Мне не нужно потихоньку резать себя, резать свою сущность внутри. Və özümü daxilən yavaş-yavaş kəsib öz mahiyyətimi Это doğramamalıyam. не моя работа. Bu mənim işim deyil. Как есть такая иллюстрация в интернете, как İnternetdə belə bir nümunə два gedir. человека, они как будто из глины, они подходят друг к другу и пытаются, знаете, Ki, в iki определенную adam форму привести друг gildən друга. düzəldilmiş adamdılar, çalışırlar bir-birlərinə basmaqla bir formaya salsınlar Я думаю bir-birlərini. так иногда о нас. Bəzən özümüz barədə belə düşünürəm. Когда нет второй личности, я пытаюсь Ki, ikinci şəxs yanında olmayanda mən çalışıram gildən olan bədənimi отрезать что-то, orada neysə kəsim. но насколько это Форме важно сам. понимать. Amma çox vacibdir bizə ki, anlayaq Бог сделал это со мной. ki, bu işi mənimlə Tanrı artıq görür. Он погрузил меня в смерть Христову. O məni Məsihin ölümünə batırıb. А что я делаю? Mənim işim bəs nədir? Что означает «почитайте себя мертвым»? Özünüzü ölü sayın fikrinin mənası nədir? Я принимаю. Yəni mən qəbul edirəm. Я напоминаю себе. Öz yadıma salıram Бог, грех не имеет власти надо мной. ki, ay Allah, günahın üzərimdə hökmranlığı Он не yoxdur artıq. победит меня. Günah mənə Он не qalib будет gəlməyəcək. выше. Günah məndən üstün Я olmayacaq. не закончу свою жизнь с этой зависимостью, Mən həyatımı bu alüdəlikdə, bu asılılıqda günahdan с этой bitirməyəcəm. слабостью. Bu zəifliklə bitirməyəcəm həyatımı. Бог, Ты погрузил меня в смерть Христову. Ay Allah, sən məni Məsihin ölümünə batırdın. У Тебя есть власть. Hakimiyyət sənindir, ay Allah. А я могу почитать себя Və indi mən мертвым özümü для греха. günah üçün, günaha münasibətdə ölü saya bilirəm. Это не о той власти, которая мне дана. Bu Поймите правильно, это не власть над грехом. Mənə verilən, deməli, səlahiyyət haqqında söhbət deyil, günah üzərində olan səlahiyyət. Это не власть над Bu грехом. günah üzərində səlahiyyət deyil. Это о том, как я просто осознаю, что уже сделал Бог. Amma bu Tanrının artıq gördüyü işi mənim tərəfimdən dərk etməyim Это barədə. освобождение. Yəni bu azad Это olunmadır. разные вещи, это Bu освобождение. iki fərqli şeylərdir. Bu azad olunmadır. Я освобождаюсь от греха. Mən günahdan azad olunuram. Я принимаю то, что Бог уже сделал. Tanrının gördüyü işi, artıq gördüyü işi qəbul edirəm. Если есть самоосуждение, Əgər insan özü özünü mühakimə edirsə, если есть желание самобичевания, əgər insan özü özünü etdiyi наказать qələtə görə себя после греха, остаться cəzalandırmaq один, istəyi не varsa, идти в церковь, ki tək остаться qalmaq, один, я kilsəyə побуду дома, мне getməmək, нужно прийти в себя, özümü я cəzalandıracağam согрешил, я не və ya могу так, özümə я не gəlməliyəm, лицемер, özümü я intizamat çəkməliyəm, после греха я не ikiyüzlü хочу ola сразу bilmərəm. приходить в церковь, сразу общаться, günah сразу etdiyimdən sonra улыбаться. o saat kilsəyə gələ bilmərəm, o saat cəmaatla ünsiyyətə girə bilmərəm, çünki pis Если hərəkətlərim есть olub, такие özümü мысли, düzəltməliyəm они əvvəl. Bu cür fikirlər gəlirsə Очень olsa, человеческие. bunlar çox insani fikirlərdir. После греха мне нужно время, чтобы прийти в Günahdan себя. sonra Мне mənə нужно vaxt время, lazımdır ki, чтобы özümə восстановиться. gəlim. Мне нужно время, чтобы Mənə vaxt восстановить lazımdır свои ki, взаимоотношения bərpa с olunum. Богом. Allahla münasibətlərimi düzəldəndən sonra gələrəm. После греха. Günah edəndən sonra. Где для меня эта открытая дверь? Hada mənim üçün o açıq qapı. Она в том, что я сораспялся со Христом. Qapı bununla açılır ki, mən Məsihlə bərabər Я не artıq должен нести çarmıxa свой çəkilmişəm. грех. Öz günahımı daşımaq Я məcburiyyətində не deyiləm. должен его нести Günahı daşımaq məcburiyyətində deyiləm artıq. в своей совести. Öz vicdanımda mı? Я не должен его нести. Günahı daşımaq zorunda Я deyiləm. сораспялся. Mən Məsihlə bərabər çarmıxa Я çəkilmişəm. почитаю себя мертвым Özümü для греха. Günaha münasibətdə ölü Мертвым sayıram. для греха, который я сделал, Etdiyim günaha münasibətdə ölü и sayıram также özümü. мертвым для греха, который стучится в мою Və дверь. eləcə də qapımı döyən günaha münasibətdə Я не ölü хочу sayıram. общаться. Mən söhbət etmək istəmirəm o günahla. Когда моя совесть напоминает, Vicdanım yadıma salandansa bir я günahı. говорю, я сораспялся со Mən deyirəm ki, Христом. yox, mən Məsihlə bərabər çarmıxa çəkildim artıq. Когда моя похоть напоминает, Ehtirasım yadıma salanda я hansısa говорю, bir я iyrənclik. сораспялся со Христом. Deyirəm, yox, mən Məsihlə artıq çarmıxa çəkilmişəm. Я крещен в смерть Христа. Mən Məsihin ölümünə vəftiz O, olunmuşam. Xristi olmayan. Tanrı məni vəftiz edib Məsihin ölümünə.
Это удивительная, благая весть для нас. Bu bizim üçün heyrətamiz, xoş Это xəbərdir. то, куда мы можем убегать. Biz o yerə qaçıb gizlənə bilirik. Аминь. Amin. Давайте помолимся. Dua edək. Да, Отец, спасибо Тебе большое Atacan, sənə minnətdarıq. за такое убежище, Господи, Bizə hazırladığın bu sığınacağa görə. за такой ответ заранее, Господи, Qabaqcadan bəlalarımıza verdiyin cavaba görə. на нашу боль, на наше самоосуждение, на нашу вину. Bizim ağrılarımıza, özümüzün mühakiməmizə, təqsirimizə verdiyin artıq cavaba görə minnətdarıq sənə. Спасибо, Господи. Çox sağ ol ey Allah. Просим Тебя, просто напоминай нам об этом Сәнə снова и снова, Xahiş Господи, edirik dönə-dönə bizə bu həqiqətini yadımıza salasan. чтобы тот грех, который мы когда-то совершили, не был преткновением, Ki nə vaxtsa işlətdiyimiz günah bizim üçün büdrəmə daşına çevrilməsin. или тот грех, который хочет стучаться в нашу дверь. Ya da indi qapımızı döyüb içəri girmək istəyən günaha qarşı. Напоминай нам, Господь, Bizim yadımıza sal что мы сораспялись с Тобой. ki biz artıq səninlə çarmıxa çəkilmişik И в Духе Твоем мы хотим почитать себя мертвыми для греха. və sənin ruhunda yaşayaraq özümüzü ölüm üçün, yəni günah üçün ölü saymaq istəyirik И прятаться в эту мертвость, Господи. və Məsihin ölümündə özümüzü gizlətmək Да, istəyirik. дай нам просто Духа Святого, Господи. Bizə müqəddəs ruhunu yönəlt И веди нас в Духе və Святом. müqəddəs ruhunda bizi apar. И научи нас этому, Господь. Прошу Тебя, научи Xahiş нас edib этому. bizi bu həqiqətini öyrət. Спасибо, Господь. Sənə minnətdarıq. А если кто-то из тех, кто слушает это послание, Bu vəzə indi qulaq asan insanlar arasında никогда не принимал Иисуса Христа как своего Господа и Спасителя, əgər siz eşidirsinizsə və İsa Məsihi öz Rəbbiniz və xilaskarınız kimi ürəyinizə hələ heç vaxt qəbul etməmisinizsə, знаете, что Иисус Христос – это единственное имя, которым можно спастись. bilin ki, İsa Məsih yeganə şəxs və yeganə addır ki, onun vasitəsilə insan xilas ola bilər. Призовите это имя. Çağırın bu adı. Иисус Христос. Deyin İsa Məsih. Он пришел в этот мир 2000 лет назад, İsa Məsih 2000 il bundan qabaq bu dünyaya gəldi. прожил безгрешную жизнь, Tam günahsız həyat yaşadı. но умер за наши грехи. Amma öldü və bizim günahlarımıza görə И öldü. Бог воскресил его, Tanrı onu ölülərdən diriltdi. и он посажен на небесах по правую руку от Отца. Və İsa Məsih Ata Allahın sağında əyləşdirilib artıq. И он ждет нас, каждого из нас. Və o hər birimizi öz yanına gözləyir. Библия говорит, его воля в том, чтобы каждый спасся. Müqəddəs kitab Bibliya deyir ki, Tanrının iradəsi istəyi odur ki, hər bir insan xilas olsun. Призовите его имя. Çağırın İsa Məsihin adını. Иисус Христос, я верю, Deyin İsa Məsih, mən inanıram. я верю, я İnanırım. верю в Тебя. Sənə Спаси inanıram. меня, я верю в Тебя. Məni xilas et, xahiş edirəm. Именем Твоим. Sənin adınla dua edirəm. Аминь. Amin. Аминь.